Okay, guys, today we are going to learn about possessive pronoun. As you know, possessive pronoun has two types. First of all, dependent form, and second one is absolute form. Today we are going to learn about both dependent and absolute form. Dependent, what is the dependent? Dependent Azərbaycan dilindən də bildiyimiz kimi asılı deməkdir. Gəlin baxaq, dependent form. Asılı forma. Asılı forma hansılardır? My, your, his, her, its, our, yours, their. My, mənim. Your, sənin. His, onun kişi cinsi. Her, onun qadın cinsi. Its, onun cansızlara aiddir. Our, bizim. Your, sizin. Their, onların. Gəlin baxaq görək, dependent dediyimiz asılı neydən asılıdır? It depends on noun. What is noun? Noun bildiyimiz kimi isimdir. Dependent form, yəni asılı forma adından da məlum olduğu kimi isimdən asılıdır. Nəydənsə asılıdır. Neydən asılıdır? İsimdən. Noun. İsim. Noun, isim. Sorry. Okay. For example, let's look example. For example, my mom is a teacher. Mənim anam müəllimdir. Okay guys, mənim anam müəllimdir. Bu cümlədə baxırıq və görürük ki, my bizim nəyimizdir? Dependent form pronoun, aslı forma əvəzliyimizdir. Bəs mom nədir? Mom da ana deməkdir, isimdir. Mom. Bildiyimiz kimi isim nə və kim suallarına cavab verir. Mom da isim. İsmin sualına cavab verdiyinə görə my'dan sonra biz istifadə edik isim və bildik ki, buradakı my asılıdır. Məsələn, elə bir tapşırıq ola bilər ki, bizdə tutaq ki, deyirəm ki, she is, sonra belə nöqtələr olur. Yazılır that, tutaq ki. Gəlin baxaq. Biz burada artıq nöqtələrdən sonra baxırıq ki, sözümüz var. Sözümüz nədir? That. That nədir? Ata. Ata olduğuna görə, ata hansı nitq hissəsinə cavab verir? İsmə. İsmə cavab verdiyinə görə biz artıq bilirik ki, burada biz qoymalıyıq asılı forma əvəzlik, yəni dependent form. Nəyə görə asılı qoyduq? Çünki nöqtələrdən sonra gələn sözümüz hansı nitq hissəsinə cavab verdi? İsmə cavab verdi. Burada məsələn yaza bilərik she, sorry guys, she yazmışam burada və ata qoymuşam. Gəl bunu he eləyək. I'm so sorry. Okay, he is that. Məsələn deyirəm ki, he is. Məsələn burada nə istəsək qoya bilərsiniz? Your dad, o sənin atandır. Və ya deyə bilərəm her dad, onun atasıdır. He is his dad, onun atasıdır yenə kişi cinsində. Their dad, o onların atasıdır. He is my dad, o mənim atamdır. Necə tapdıq ki, biz burada ancaq dependent form qoymalıyıq? Dədə baxdıq. Dədə hansı nitq hissəsi oldu? İsim. Ona görə. Biz bundan əvvəl hansı əvəzlikləri öyrənmişdik? Subjective və objective pronounlar. Düzdür? Məsələn, I, me. Gəlin baxaq görək biz bu cümləyə me qoya bilərik. Xeyr. Nəyə görə me qoya bilmərik? Çünki fiildən sonra işlənə bilər me. Yəni obyekt əvəzli. Fiil var bu cümlədə heç? Yoxdur. Nöqtələrimizdən sonra gəlib isim. Nöqtədən əvvəl fiil qoysaydıq, deyə bilərdik ki, me yaza bilərik biz bura və ya cümlənin əvvəlində olsaydı I yaza bilərdik. Now guys, we are going to learn about absolute form. Absolute form means that müstəqil forma. Müstəqil formaya nələr aiddir? Mine, yours, his, hers. There's not its. Okay, ours, yours, theirs.
Okay, what are their main meaning? Absolute form müstəqildir. Mine, mənimki. Mənimki. Burada bu arada depend formda bilirik ki, deməli Azərbaycan dilində ismin halları var ha. Oradakı ismin hansı halını qəbul edir? Yiyəlik halını qəbul edir. Yiyəlik. Yəni in şəkilçisini. Sadəcə mənsubiyyətə görə dəyişir. Necə Azərbaycanda mənim yox, im deyirik. Burada da elə. Burada mənim, sənin, onun bu formadadır. Burada isə yours mənim, səninki olacaq. His, onunki kişi cinsində. Kişi cinsində sadəcə olacaq. Hers, onunki qadın cinsində. Ours, bizimki. Yours, sizki. Theirs, onlarınki. Okay guys. Okay. Burada müstəqil formadır. Yəni müstəqil forma adətən işlənəcək cümlənin sonunda və ya ortasında, lakin öndə işlənə bilməz. Dependent form isə cümlənin sonunda heç vaxt yazılmaz. Yazaq. Sonda heç vaxt olmaz. Yəni ki, ən sonda. Nöqtədən əvvəl heç vaxt yazıla bilməz. Çünki axı isimlə nasıldır? Nöqtədən əvvəl gərək isim olsun, sonra bundan da əvvəl əvəzlik olsun. Lakin burada absolute formda artıq biz cümlənin sonunda yaza bilərik. Çünki asılı deyil, müstəqildir. Yəni ki, bura nə istəsəz deyə bilərsiniz siz. Yəni burada artıq mine'dan sonra nöqtə qoya bilərsiniz. Nida qoya bilərsiniz, sual qoya bilərsiniz. Məsələn, deyirəm ki, these shoes are mine. Nə deməkdir? Bu ayaqqabılar mənimkidir. Mənimkidir. Burada nəyə görə mine yazdıq? Dependent form yazmadıq uşaqlar. Çünki aslı niyə yazmadıq burada? Məsələn, my yaza bilərdik sizcə burada? Yox. Çünki mine'dan əvvəl nə var? Nöqtə var. Nöqtə var, yəni bu artıq bizə bildirir ki, müstəqildir. Yəni burada özündən əvvəl heç nə yoxdur, isim yoxdur ona görə. Lakin bu cümləni başqa cür yazsaq, tutaq ki, yazıram ki, these are my shoes. Bu ayaqqabılar mənimdir. Baxın, burada artıq niyə my yazdıq? Aslı niyə yazdıq? Çünki shoes var. Shoes hansı neydi qısasıdır? Shoes bildiyimiz kimi isimli də ayaqqabı nə? Ayaqqabı. Ona görə artıq nöqtələrdən əvvələ biz my yaza bilərik. Yəni aslı forma yaza bilərik. Bu elə Azərbaycan dilindəki hansı quruluşdadırsa, ingilis dilində də o quruluşda olur uşaqlar. Əslində məsələn bu cümlə Azərbaycanda bu ayaqqabılar mənimdir. Bu mənim ayaqqabılarımdır olsa Azərbaycan dilində daha yaxşı olur da. Bu mənim ayaqqabılarımdır. Bu Azərbaycan dilində bu cür daha düzgün çıxır. Çünki bu yenə də yazırıq these, sonra to be'miz olacaq, sonra mənim, sonra isə shoes. Bu daha düzgün versiyadır. Elə bunu silək, başınızı qarışdırmasın. Amma silə bilmirəm. Okay, sildim. Gəlin başqa bir test kimi nümunəyə baxaq. Məsələn, deyirəm ki, nə deyək? Məsələn, deyim ki, bu, gəlin test kimi yazın. This black car. Sonra artıq bizdə nə var? Nöqtələr var. Biz bura nə qoya bilərik uşaqlar? This black car, is. Bura nə qoya bilərik? Nöqtələr var da, düzdür. Baxın, biz burada artıq qoya bilərik absolute form, müstəqil forma. Nəyə görə? Çünki adından da məlumdur ki, müstəqildir. Özündən sonra nəsə gəlibmi? Yox. Özündən əvvəl feil varmı? Yox. Cümlənin əvvəldirmi? Yox. Özündən deməli əvvəl feil olsaydı obyekt qoyardıq.
Özündən sonra isim olsaydı aslını qoyardıq. Yəni ki, my, your, his, her. Əgər dediyim kimi özündən əvvəl feil olsaydı obyekti qoyardıq. Yəni məsələn me, sonra us, them, him, her bunları. Və cümlənin əvvəli olsaydı adlıq əvəzlikləri qoya bilərdik. Məsələn I, you, he və s. Lakin burada cümlənin sonundadır. Özündən sonra heç nə yoxdur. Özündən sonra nöqtə var. Biz artıq burada nə qoya bilərik uşaqlar? Qoya bilərik absolute formu. Bu qara maşın mənimkidir, səninkidir, onunkidir, onlarınkidir, bizimkidir, onunkidir kişi cinsində və s. Nə istəyirsə qoya bilərsiniz. Məsələn mine, yours, his, hers, ours bu formada. Uşaqlar bir də buna diqqət yetirək ki, his burada elə bil ki, burada da var. Burada da var. Burada da var. Bunun isə bir-birindən, yəni fərqini deyə bilərsiniz ki, müəllimə, bəs hardan bilim ki, burada indi hansı formadadır? Özündən sonra gələnə baxacaqsan. Özündən sonra nöqtə varsa, deməli müstəqildir. Özündən sonra isim varsa, deməli aslıdır. Bu formada. Bu qaydamızda yəni əslində o qədər də böyük çətinlik yoxdur. Gəlin başqa bir neçə dənə testə baxaq. Məsələn,